Tikintisi 3 il əvvəl bitən bu yol Tovuzluları rahat və təhlükəsiz mənzil başına çatdırmalıydı. Rayonun 10 kəndini birləşdirən yolun bir hissəsi nədənsə asfaltlanmayıb. Bəs necə olub ki, yolun 2 kilometri asfaltlamadan qalıb, kəndlilərin də cavabını tapmaq istədiyi sual budur. Gedib gəlməyə nə qədər az çıxdı, 25-30 manata yaxın xərc çıxır qızım. İki yolumuz berbat haldadır. Gedəndə buradan taksilərlə gedirik, gedib gəlməyimiz çox baha başa gəlir. Kətdə yaşamaq üçün, kətdən şəhərə axın olmamaq üçün, kətdə əsas 3 problem var. Yoldur, işıqdır, qazdır. Bu kətdə də onun heç biri yoxdur. Gəldi buraya icra başçısı dedi, hər şey eləyir, yolların dedi, asfalt eləməsək də durbalar qoyacaq su keçid yollarına. Onun heç asıl eləməli, 3 dəfə gəldi, heç eləməli. Prezident İlham Əliyev 2016-cı ildə Tovuzun 10 kəndinin yol tikintisinə 4 milyon manat ayırıb. Tikinti 2020-ci ildə yekunlaşıb, hətta ölkə başçısı yolun açılışında şəxsən iştirak edib. Açılışda bildirilib ki, bundan sonra kəndlilər Tovuzun mərkəzinə rahat gedib gələ biləcəklər. Vətəndaşların həmin gözləntiləri özünü doğrultmayıb. Hazırda həbsdə olan iş adamı keçmiş deputat Nazim Bəydəmirli hələ həbsindən qabaq Facebook hesabında layihəyə ayrılan pulların mənimsənildiyini yazmışdı. Belə asfalt töküblər, 50 metri də olmaz heç. Güya sənətdə bu yol tam asfaltlanıb. Bax, bu yol görürsünüz də, qəribə, çox qəribə.